Bu video yalnızca bilgilendirme ve eğitim amacıyla hazırlanmıştır. Videoda gösterilen tüm içerikler yasal ve güvenilir kaynaklardan elde edilmiştir. Amacımız izleyicilere doğru ve güvenilir bilgiler sunmaktır. Salam əziz dostlar və kanalımızın izləyiciləri, bu günəm yepyeni bir videodan sizlərin qarşınızdayım. Əziz dostlar, bu günlərim sizlərə H96 Max aparatının incələnməsini, ancaq iki cür H96 Max var. Deməli, H96 Max var, bir bu aparat, bir də var bu aparat. Bu aparat Allwinner H96 Max Allwinner 313 çipindən dəstəklənib. Bu H96 Max isə Amalik S905L3 ilə dəstəklənibdir. Bu günlərin bizim sözümüz bundadır. İncələnməsi bunda olacaqdır. Speed test eləyəcək, ayda 64 dənə verəcəkdir və oyun performansını yoxlayacaq. Necə işləyəcək, ətraflı şəkildə sizlərə bu cürəm hər şey göz qabağında açıq şəkildə göstərəcəyik. Necə işləyəcək, donma olacaqmı, olmayacaqmı, hər tərəfli şəkildə baxacaqsınız. Əziz dostlar, qutusunun içində bir dənə belə pult çıxır. Bu aparatdan bu aparatın arasında fərqli bir dənə də var. Məsələn, bu aparatın adapteri 5 volt 2 amperlikdən işləyir. Bu aparatın adapteri 12 volt 2 amperlikdən işləyir. Hansılar güclüdür, hansı güclüdür hal-hazırda o haqqında məlumat verə bilmirəm. Çünki onu bundan sonraki videomuzda görəcəksiniz. Bu VS bu olacaqdır. Tipləri sadəcə fərqli olacaqdır. Ondan sonra Transpeed aparatından onun arasında fərqli olacaqdır. Hər şey göz qabağınızda olacaq. Aparatın da görkəmi, bax, belə bir görkəmi var. Google sertifikatlı bir aparatdır. Bax, diqqətli şəkildə baxın. Belə uzaq komandalı, belə bir balaca bir adapteri var. Belə bir sistemdə menusu var. İndi bu günlərim bunun haqqında biraz məlumat verəcəm. Nəzərinizə çatdırım ki, bu aparatın beyni 2 GB RAM, 16 beyində yaddaşdadır. Bunların hamısını ətraflı şəkildə sizlərə göstərəcək. Əziz dostlar, ilk öncə bilmənizi istəyirsinizsə, bu 5G Wi-Fi-ni dəstəkləyir. 5G Wi-Fi-ni hamısını dəstəkləyir. İçindən də belə bir user manualı var. Bax, belə bir vəziyyətdə. Bunu heç kim oxumasa da bunu oxumaq lazımdır. Bir ədəd də HDMI kabel gəlir. İndi hal-hazırda keçirik sizlərə. Əziz dostlar, kanal hamısı super şəkildə işləyir, yəni ondan narahat olmayın. Dünəndən bir qardaş vardı, bizə müraciət elədi ki, mən bir aparat almışam, X96 mini aparatını almışam. Həmin aparat uzaq Wi-Fi-yi dəstəkləmir. Qardaş, həmin bu aparat uzaq Wi-Fi dəstəyi, yəni Wi-Fi 6 dəstəyi var bunda. Wi-Fi 6 dəstəyi də nədir? Məsələn, 5G Wi-Fi-dirsə, 300 megabit gəlirsə, ora sürəti, uzaqlıq məsafəsi 300 megabit də bura gəlməlidir. Yəni, heç bir içki olmadan telefon nə qəbul edirsə, o da onu qəbul edir. Bu günlərim H96 Max Amalik 905 L3 aparatının birinci Wi-Fi speed test Wi-Fi-ni yoxlayacaq. Hal-hazırda telefonda speed testi yoxlayacaq, görək Wi-Fi speedi nədir? Sürət nə gələcəkdir? Diqqətli şəkildə baxın. Birbaşa Google Chrome-dan yazacaq speed testi. Speed test bir dəqiqə hal-hazırda aparatda 155 verir. Görək indi telefonda necə verəcəkdir? Əlbəttə ki, telefonla bu bir deyil, qiymətləri də fərqi var. Ancaq nə qədər olmasa az fərqləri olacaqdır. Telefondan az fərqi olacaqdır. Deməli, Google Chrome. İndi hal-hazırda bu speed test proqramından yoxlanır. Bu da isə Google-dan gələn speed testdən yoxlayacaq hal-hazırda. Hər ikisində eyni test yoxlayacaq. Bax, telefonda test veririk. 155-ə 55 verdi. 155 bu aparatda verir. 140, 152, 165. 205. Bax, burada deməli 155 verdi. Burada 205 verdi. 300
neçə megabayt da burada verdi, 55 megabit da burada verdi hal-hazırda. Bax, diqqətli şəkildə baxın. İndi isə buradan çıxırıq, speed test Google Chrome-dan speed testə keçəcəyik. Görək necə işləyəcəkdir orada. Qəbul elədik. Bu hissələri sizdə göstərməyəcəm, keçəcəm tez bir müddətdə. Əziz dostlar, evində uşaq olan insanlar buna diqqətli şəkildə baxsın. Çünki həqiqətən çox möhtəşəm bir aparatdır. Sizlərə yəni bir şey göstərəcəm. Siz özünüzün də xoşunuza gələcəkdir. Speed test aparat. Bax, bunu yazırsınız. Speed test. Google-da arayüz gəzməsi görək necədir. Necə olacaq? Həmin bu. Bu speedtest.net-ə girirsiniz. Nəzərinizə çatdırım, rəsmi səhifədir. Heç bir problem yoxdur. Rahatlıq şəkildə girib baxa bilərsiniz. İnternet sürətinizi gəlib bu Wi-Fi, həmin bu sistemdən girib rahatlıq şəkildə baxa bilərsiniz ki, bizim internet sürətimiz neçədir. Go sözünü basırıq. Diqqətli şəkildə baxın. Go sözünü artıq bastıq. Görə indi burada hal-hazırda burada neçə verəcəkdir internetin sürətini. Nəzərinizə saxlayayım ki, 5G Wi-Fi ilə qoşulubdur hal-hazırda. Browserdə də internet sürətinin necə işlədiyini burada göstərirəm sizlərə. Diqqətli şəkildə baxın. Yenidən eləyirik. 2.4 sürətdən gəldi hal-hazırda. Təzdən test again eləyirik. Diqqətli şəkildə baxın. Google Chrome-da internet sürəti 5G bu vəziyyətdə işləyir. Rahat şəkildə baxın. Yəni bu aparatı evinizdə alıb rahatlıq şəkildə işlədə bilərsiniz. Yəni 25-lik liboy bir proqramda rahat şəkildə işlədə bilər. Sonra isə buradan birbaşa çıxış eləyirik. Ayda 64. Ayda 64. Bunu da yoxlayacaq bu günləri. Burada görək nədir, nə də şeylər verəcəkdir. Ətraflı şəkildə baxalım. Deməli, diqqətli şəkildə baxın. Android 14 sistemdir. Hardware AMOLED çipidir. RAM 2 GB-dır. Total memori 2000 MB göstərir. 16 GB tam beyin göstərir. Ancaq boş olan hissə 10 MB göstərir. Çünki proqramlar yükləmişəm burada. GPU-nu da bax belədir. 4X AM Cortex A53 64 bitdən 64 bit ARM və 32 bit modu da var. Rahat şəkildə işlədə biləcəyiniz GPU-nun da neçə faiz işlətdiyi burada hal-hazırda göstərir. Ekran 60 Hz ekrandır. 1080p 60 Hz-likdir və Mali 450 MB çipundan dəstəklənmiş bir aparatdır. Android sistemi isə burada necə var? Burada göstərilir. Device da buradadır. Hər bir şeyi. Apps bölümündə bax bunlar hamısı var proqramları. Burada gördüyünüz bütün sistemləri rahatlıq şəkildə baxa bilərsiniz. Android 14 və əziz izləyicilər diqqətli baxın 2025-ci ilin aparatıdır. Əziz izləyicilər, bu aparata diqqətli şəkildə baxın. Uşaqlar olan evində rahatlı şəkildə iqra oynatmaq istəyən bu aparatı rahatlı şəkildə ala bilərsiniz. Məsələn, bir dənə BB Racing oyununa giririk. Necə işləyəcəyini indi özünüz görəcəksiniz. Birə basırsınız. İqra oynamaq istəyənlər donma, hər hansı bir problem yaranmadan ən ağır iqraları da yükləyə bilərsiniz, oynada bilərsiniz. Diqqətli şəkildə baxın, bu pultdan idarə edirsiniz. İndi hal-hazırda mən idarə edirəm.
heç bir donma, heç bir qırma problemi yoxdur. Çünki AMOLED S905 aparatından dəstəklənmiş bir aparatdır. Diqqətli şəkildə baxın. Ən əsas özəlliyindən də biri heç bir qızması olmur həmin bu aparatda. Bəzi insanlar var ki, şikayət eləyir ki, bu qızır, heç bir qızma problemi falan yoxdur. Rahatlıq şəkildə, diqqətli şəkildə baxın, ekranı necə açır. Hətta görürsünüz, bəzi yerlərə dəyəndə belə qırma olmur. Diqqətli şəkildə baxın. Yenidən oynayacaq. Bəzi insanlar var, deyəcək ki, 5 dəqiqə oynayacaqsan, sonra donma olacaqdır. Xeyr, indi yenidən bir də məsəl üçün ikinci bir ekranı səhifəsini açacaq. Daha çox maşın olan yerdə görək necə açır. Görün necə gözəl, necə səlis şəkildə açır. Heç bir donma problemi, qırma olmur. İndi özünüz videoda baxdıqca da görəcəksiniz. Bunu mousepadlərdən oynaya bilərsiniz. O belə pultlar var. PlayStation 4-ün pultları kimidir. İndi sual olacaq ki, bu PUBG Mobile açarmı? Bilmirəm əziz dostlar, yoxlamamışam. Amma məncə açar, amma çox zəif şəkildə açar. Çünki bu S905 ilə 3 aparatı tipi həddindən artıq çox güclü tipdir. İqradır, belə performans odaqlı bir tipdir. Yəni gönül rahatlığından alıb evinizdə işlədə bilərsiniz. Diqqətli şəkildə baxın. Birincilik çıxdıq. Yəni özünüz inşallah baxdınız, necə vəziyyətdə, necə sürətlə işləyir. İndi özünüz də gördünüz. Kanalımıza abunə olmağı, like atmağı unutmayın. Bundan sonraki hər hansı bir aparatın incələnməyini istəyirsinizsə, bizim kanalımızın yorumlarına bildirə bilərsiniz. İzləmədə qalın, hələlik.